Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Java dərslərimizə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimizin mövzusu Java-da string klassı, onun yaddaşda necə idarə olunması və string klassının bir sıra metodlarına baxacağıq. İndi, bundan əvvəl bizim baxmalı olduğumuz bir məsələ var. Nədir bu məsələ? Deməli, biz dedik ki, Java-da 9 fərqli data tip var. Bunlardan byte, short, int və long özündə tam ədədlər saxlayan data tipi, double və float kəsr ədədlər saxlayan data tipi, char simvol tipimiz, boolean məntiqi tipimiz və stringimiz var. Bu da özündə uzun mətnlər saxlayan, tekstlər saxlayan data tipi. Deməli, niyə bunları bu sırada yazmışam? Stringi bura əlavə eləməmişəm. İzah edəcəm. Deməli, burada gördüyünüz bütün data tiplər hamısı hesab olunur primitiv data tipləri. Bu string isə hesab olunur referans data tipləri. İndi nədir bu? Primitiv tip, referans tip. Onu başa düşmək üçün bizim baxmalı olduğumuz məsələ Java-da yaddaş növləridir. Yəni ki, mən məsələn bura yazıram int a bərabər 5. Daha sonra yazıram int b bərabər 10. Bu arada həmişə mən ab yazıram. Bax, bu tərəfi var ya, bu dəyişənin adıdır. Buna nə adı istəsəniz verə bilərsiniz, yəni fərqi yoxdur. Amma misal üçün ikinci bir A vermək istəyirəm. Bu A artıq burada istifadə olunub deyə, buna Java icazə vermir. Bu dəyişən artıq burada istifadə olunub. Bunu bir dənə AB eləyirəm, dəyişir. Artıq problem aradan qalxdı. Amma bunu da bir dənə göstəreyim. Misal üçün A-ya burada 5 vermişəm, düzdür. Aşağı sətirdə deyirəm ki, A bərabər 10. A-nın dəyərini dəyişdim. Bunun qarşısında mənim int yazmağıma ehtiyac yoxdur. Çünki mən bu dəyişəni artıq burada int yazmaqla Java-ya tanıtmışam, belə desək. Bu belə. İndi bunu bir dənə silək. Yazıram məsələn int c bərabər 20. Burada bir sətr kod yazmışam, burada da bir sətr. Yəni mən kod yazan zaman bu kod havada qalmır. Yəni bu arxa planda, bir RAM-da, bir yaddaşa yazılır. İndi burada gördüyünüz, məsələn mən başqa data tiplərdən də yaradaq. Tutalım byte b bərabər 10 yazıram və ya bunların hamısını yaza bilərəm. Int, byte, short, long, double, float, boolean və s. Bu primitiv tiplər dedik ki, yəni bu dəyər yaradılan zaman bu arxa planda bir yaddaşa yazılır. Düzdürmü? Nədir bu yaddaş? Gəlin ona baxaq. Bizim bugün öyrənəcəyimiz mövzu Java-da öyrənəcəyimiz yaddaş növləri stack və heap yaddaşdır. Bu heap-i hələ qoyuram kənara. Bizim indi hal-hazırda bura baxırıq, stack yaddaş. Bax, mən məsələn burada yazdım, bunu bir dənə sileyim. Int a bərabər 5. Nə proses baş verir? Elə bir ki, stack yaddaş primitiv tipləri özündə saxlayan bir yaddaş növüdür. Nə baş verir burada? Bir dənə int stack yaddaşda bir dənə qutu burada yaradılır. Bir dənə də qutu burada yaradılır. Bu soldakı qutuya burada dəyişənin adı yazılır. A. Sağ hissəyə isə onun dəyəri yazılır. Yəni mən tutalım, yazsam ki burada, əslində uşaqlar bu belə deyil. Yəni bu stack və heap yaddaş çox geniş bir mövzudur. Amma mən belə deyim də, dərsə baxan adamın tam sıfırdan başlayan bir adam olduğunu nəzərdə tuturam. Ona görə çox yükləmək istəmirəm. Yəni etap-etap dərslərimiz genişləndikcə bu stack və heap yaddaşlarına təzədən qayıdacam. Amma bugünkü gün bizim öyrəndiyimiz levelə qədər mən o səviyyədə izah eləməyə çalışacağam. Bu stack və heap yaddaşı. Yəni, example olaraq göstəreyim. Məsələn, bir dənə də burada bir şey yaradım. Əvvəlcədən yazmışam sizin üçün. Short. Short s bərabər 10. Əslində. Deməli, int a bərabər 5 yazdım. 2 dənə qutu yarandım. Bu qutunun məqsədi dəyişənin adını saxlamaq üçündür. Bu qutunun da məqsədi dəyər saxlamaq üçündür. Deməli, bizim bu primitiv tiplərimiz hamısı hansı məntiq ilə işlədir? Stack məntiqi ilə. Yəni, dəyişənin adı da, onun dəyəri də saxlanılır harada? Stack yaddaşında. Tamam. Stack yaddaşında əslində necə saxlanılır? Onu da bir dənə example olaraq göstərim. Bu mövzuya yenə təkrar edirəm. Təkrar qayıdacam. Əslində, mən bu int a bərabər 5 yazanda stack-in özünün daxilində yaddaş növləri var. Bu frame var, avg var. Deməli, bu dəyişənin adı yazılır bura ən alt hissəyə.
Ən birinci hansı dəyişəni yazmısansa. Onun dəyəri yazılıb 1. Elə bir ki, burada bir dənə qutu yaratdım A üçün. Onun dəyəri üçün də bir dənə qutu burada var. İndeksdən başlayaraq 1, 2, 3, 4, 5 belə başlaya gedir. Məsələn, mən burada short S yazmışam. Bu ən son hansı yazılıb? Short yazılıb da, düzdür? A əvvəl yazılıb da. Deməli A altda olmalıdır, short üstdə olmalıdır. Deməli bu A altdadır, short da onun üstündədir. A-nın dəyəri 5, S-in də dəyəri 10. Bu belə. Buna hələ ki baxmırıq uşaqlar. Biz bura fokuslanaq. Ümumiyyətlə stack yaddaşı məntiqi prinsipi odur ki, primitiv tiplər yaradılan zaman onun dəyişənin dəyəri də, onun adı da saxlanılır stack yaddaşa. İndi yaxşı, bəs bu string klası. İndi bunları silirəm. Yəqin ki, buradan hər kəsə aydındır. Aydın olduğunu düşünürəm. Keçirəm string klasına. Çünki bugünkü mövzumuz bizim string klası, onun necə idarə olunması, necə yarada bilərik və hansı metodları, onlara baxacağıq. Dərsimizin mövzusu ümumiyyətlə stringdir. Misal üçün yazıram string text bərabər hello world. Bunlar oldu primitiv tiplər. Primitiv tiplərin məntiqi nə oldu? Stack yaddaşda saxlanıldı. Bu string ama oldu referans tip. Nədir bu referans tip? Gəlin ona baxaq. Mən string klası haqqında bir dənə məqalə hazırlamışam. Deməli, onun üzərindən gedəcəm. Bizim string tiplər, referans tipimiz heap məntiqinə görə işləyir. Nədir bu? Gəlin ona baxaq. Məsələn, bura. Mən burada text bərabər hello world yazan zaman primitiv tiplərdən fərqli olaraq bu dəyişənin adı saxlanılır stackda. Elə bir ki, bir qutu burada yaranır. Onun dəyəri amma saxlanılır harda? String pool'da. String pool nədir? Bizim Java'da öyrəndiyimiz ikinci yaddaş nə idi? Bir stack var idi. İkinci yaddaşımız da heap. Heap'in daxilində bir dənə yaddaş növüdür. String pool. Elə bir ki, string pool'un da daxilində bir dənə hello world yaranır və text artıq bura istinad edir. Yəni string primitiv tiplərdən fərqli olaraq referans tipdir. Onu yaradan zaman biz onun dəyişənin adı saxlanılır stack yaddaşda, onun dəyəri saxlanılır heap yaddaşda. Heap'in də daxilində harda? String pool'da. Bu da oldu string klasının yaddaşda idarə olunması. Əslində dərsin bu əvvəlidir uşaqlar. Mən ən sonda string klası, o string pool'da necə yaradılır, o mövzuya yenidən gələcəm. Hələ ki asan səviyyə, ən son biraz çətin səviyyədə izah edəcəm. Deməli, dərsimizə string klasının metodları ilə davam edək. Bu metod nədir ümumiyyətlə? Bax, biz burada dedik ki, uşaqlar, bu yuxarıdakı tiplər primitiv tiplərdir. Bu string amma referans tipdir. Stringin referans tipi olmasının bir sıra üstünlükləri var. Üstünlüklərdən biri də nədir? Onun metodları saxlaya bilməsi. Məsələn, mən burada bir dənə text adında string yaradıram. Hello world. Baxın, string bir referans tipi olduğu üçün özündə bir sıra metodlar saxlayır. Bu texti bir dənə ekrana verək. Hello world. Çapa verildi. İndi bu textdən sonra mən bir dənə nöqtə qoyuram. Bu metodlar hamısı gəldi. İndi burada təxminən bəlkə də 50, 60, bilməm indi nə qədər, 70 dənə bəlkə də metod var. Bunlardan mən indiyə qədər ən çox istifadə olunan 10-15 dənə metod var. Yəni bu metodları işlədikcə öyrənəcəksiniz. Nöqtə qoyuram bura. Misal üçün length. Mənə görə nə qaytaracaq? 11. Bu 11 nədir? Bu string klasının uzunluğunu qaytarır. Bax, 1, 2, 3, 4, 5, sonra 6, boşluğu da sayır. 7, 8, 9, 10, 11. Daha sonra, misal üçün, gəlirəm bu lengthi silirəm. Length, misal üçün, equals. Equals nədir? Bura göndərdiyim dəyərilə hello world göndərirəm. Bura. Buradakı bu textin dəyəri ilə bunun daxilindəki dəyəri müqayisə edir. Əgər bu dəyərlər bir-birinə bərabərdirsə, o zaman true. Məsələn, mən bunu bir dənə s edirəm, hello world.
Buradakı dəyər buna bərabər deyil deyə false verdi. İndi növbəti metodumuza baxaq. Üzr istəyirəm uşaqlar. Deməli, text, daha sonra hansı metodlar var? Məsələn, concat metodu. Misal üçün, Java. Bu concat metodu nə işir? Burada olan stringə bu göndərdiyim dəyəri birləşdirir. Hello World Java. Bu belə. Əslində uşaqlar, bir dənə bir şey deyim. Bax, mən də əvvəllər ilk öyrəndiyim zaman bu metodlar mənə mənasız gəlirdi. Yəni, tutalım da, mən bu niyə concat metodundan istifadə edeyim ki, mən elə birbaşa gəlib burada Java yaza bilmirəm ki, bir də metoddan istifadə edeyim, dəyər birləşdirim. Amma elə deyil. Biz hal-hazırda çox qısa kodlar yazılır. Amma inanın ki, böyük bir proyekt yazanda, yəni layihə yazan zaman, indi bizim dərslərimizdə irəlilədikcə biz proyektlər falan yazacağıq. Böyük bir layihə yazan zaman bu metodlar, yəni o qədər adamın köməyinə çatır ki, bax gəlin bir dənə real həyatdan nümunə verim. Bax, fərz edin ki, siz gedirsiniz banka. Bir dənə banka getdiniz, bankdan kart alırsınız. Kartı alan zaman orada olan işçi deyir ki, bir dənə şifrə daxil edin. Hansı ki, bu şifrəni daha sonra neyniyəsiniz? Siz bankomatdan pul çəkən zaman həmin şifrəni daxil edəsiniz. Yaxşı, siz şifrəni daxil ediniz, düzdür? Necə olur ki, belə deyim də, o bank necə olur ki, məsələn, o şifrə doğrudur və ya yanlış olduğunu bilir? Yəni, sizin şifrəniz məxfi olmalıdır. Yəni, bank belə bilməli deyil. Düzdürmü? Yəni, siz kart alan zaman o daxil elədiyiniz şifrə avtomatik olaraq bankın bazasına yazılır. Siz də bir dənə terminaldan və ya daha doğrusu bankomatdan pul çəkən zaman o daxil elədiyiniz şifrə əgər doğrudursa, o zaman əməliyyat davam edir. Yəni, misal üçün belə bir şey. Text.equals necə ki, məsələn, məndə burada Hello World-ü yoxladısa, onun da proqramı yazan adamlar elə yazıb ki, yəni müştərinin göndərdiyi şifrə ilə bazadakı şifrə equalsuzsa, yəni eynidirsə, o zaman əməliyyat davam eləsin. Belə düşünə bilərsiniz. Və ya, məsələn, linked metodu. Məsələn, siz girirsiniz bir dənə sayta, saytdan qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçən zaman linked metodu mənə nə iş görürdü? Uzunluğunu qaytardı, düzdür? Hə, indi saytdan qeydiyyatdan keçən zaman deyir ki, istifadəçi adı daxil elə, bir də password daxil elə. Deyəlim ki, o yəni proqramı, yəni saytı hazırlayan adam arxa planda elə bir kod yazıb ki, deyib ki, əgər passwordun uzunluğu 8-dən böyükdürsə, o zaman istifadəçini qeydiyyata al. Yəni, bu kimi proseslərdə bu metodlar adamın çox köməyinə gəlir. Yəni, bizim işimizi çox-çox rahatlaşdırır. İndi, yəni, dediyim kimi, bu ilk başlarda sizə mənasız gələ bilər, amma yəni, böyük bir proyektlər yazan zaman bu metodlar bizim çox-çox köməyimizə gəlir. İndi, stringin hansı metodları var, onun haqqında mən sizin üçün hazırlamışdım, ən çox istifadə olunan. Məsələn, linkdə baxdıq, uzunluğunu tapır. Çarət, məsələn, buna baxaq. Görə nə işir? Text.çarət 0 verirəm. H. Yəni, bu çarət metodunun məntiqi odur ki, bu sıfırdan başlayaraq sayır. 0, 1, 2. Yəni, burada sıfırıncı hərf hansıdırsa, onu qaytarır. Misal üçün verirəm 3. Eli qaytardı. Yəni, 0, 1, 2, buradakı ikinci eli qaytardı. Yəni, çarətin məqsədi verilən indeksdəki hərfi qaytarır. Və indekslərdə sıfırdan başlayır. Sıfırdan başlayaraq 1, 2, 3, 4 arta gedir. İndi, daha sonra burada baxaq hansı metodlar var. Misal üçün, substring. Gəlin ona baxaq. Text.substring. Substringin 2 dənə metodu var. Gəlin bunlara bir-bir baxaq. Misal üçün, verirəm 2. Bu nədir uşaqlar? Bu substringi bir indeks götürən, bir parametr götürən, bir dənə bu metodun işi odur ki, bu deyir ki, ikinci indeksdə daxil olmaqla, yəni burada 0, 1, 2, yəni bundan o tərəfə nə varsa, hamısını ekrana verir. Yəni ilk 2 indeksi götürmə, belə desək. H-ni atdı burada, qalan nə varsa çapa verdi. Bu substringin digər variantı nə idi? Misal üçün 6 deyirəm.
Yəni bu başlanğıc indeks, bu da bitiş indeksi. Yəni harda bitməyi. Amma bu bundan fərqli olaraq bu 6-cı indeksi götürməyəcək. Yəni 0, 1, 2, 3, 4, 5 artıq bu W verilməyəcək. Əslində W 6-cıdır, amma 6-cını vermir. Bir dənə baxaq. Run elədikmi proqramı? Aha. Bax, 2-dən başladı. İkinci hansıdır? 0, 1, 2. Bu L, sonra L, sonra O və boşluq. Məsələn, bunu belə eləyim. Artıq W veriləcək. W-dən sonrası artıq verilmədi. Bu 6-cı indeks budur. İndi baxaq görək başqa hansı metodlar var. To lowercase və to uppercase. Bunlara baxaq. To lowercase deməli. Bu nə iş görür? Bu bir stringdə nə qədər ki böyük hərf var, hamısını çevirir kiçik hərfə. To uppercase onun əksi. Hello və Java hamısını böyük hərflə verdi. Sonra trim metoduna baxaq. Görək bu nə iş görür. Trim metoduna əvvəl belə bir şey eləyək. Və bunu belə bir şey eləyirəm. Aha. Bax gördünüz uşaqlar, bu gördünüz Hello World Java biraz belə sağ tərəfdən gəldi. Bu hissə çünki boşluq qoymuşam burada. Bu həmin boşluqdur. İndi mən bu tekstə bir dənə trim verirəm. Все. Sağ və sol tərəfdə nə qədər boşluq var, hamısını siləcək. Burada da silinir, amma burada görsənmir, əslində bu burada bitir. Eyni qaydada buranı da sildi. İndi növbəti metodumuza baxaq. Equals'a baxdıq. Bir də equals'un bir dənə bu variantı var. Equals ignore case. Bu equals'la equals ignore case'in bir sıra fərqləri var. Gəlin onlara baxaq. Bu hello world text.equals deyirəm. Aha. True'dur, düzdürmü? Bunun bir dənə bir hərfini böyük eləyirəm. False. Çünki buradakı o kiçikdir, amma buradakı o böyükdür. Ona görə false verdi. Amma bunu bir dənə equals ignore case eləyirəm. True. Yəni equals böyük və kiçik hərfə diqqət eləyir, amma equals ignore case sadəcə hərfə tutuşur. Yəni onun üçün önəmi yoxdur. Bu böyük hərfdirmi yoxsa kiçik hərfdirmi? Daha sonra contains bu stringin olub olmadığını yoxlayır. Gəlin ona da baxaq. Nə oldu? Contains. Bura göndərdiyim hərflər bu yəni simvollar bunun içərisində mövcuddurmu? Onu yoxlayacaq. Bu hell həqiqətən də burada var da, düzdür. O zaman true. Bu arada bunun da böyük və ya kiçik olmağının bir önəmi yoxdur. Var imiş. Hell demək ki, böyük hərfə, kiçik hərfə baxırmış. Bunu da mən indi öyrəndim. True. Yəni dediyim kimi, burada çox metodlar var. Start with. Misal üçün, bu nə işə yarayır, onu deyim. Bir cümlənin əvvəli start with. Misal üçün, help. Aha, true. Ama başqa bir şey verirəm. Görün bu balaca hərfə diqqət eləyəcək. Bir daha baxın. False. Bu da böyük kiçik hərfə diqqət eləyir. Aha. Əvvəli və ya sonu nə ilə başlayamağını bu start with və end with metodları ilə biz öyrənə bilərik. İndi bu nəyə lazımdır? Bax, fərz edin ki, sizin
bir jurnal düşünün. Jurnalda adlar var, yəni şagirdlər var, şagirdlərin məlumatları var. Mən də bir dənə proyekt yazmışam. Deyirəm ki, jurnalda A hərfi ilə başlayan adamları ekrana ver. Belə bir metoddan istifadə edəcəm. Deyəcəm ki, text misal üçün name, text olmasın, name olsun. Şagirdlərin adını ifadə etmək üçün. Name nöqtə start with A. So, A hərfi ilə nə qədər başlayan tələbələr varsa, hamısını ekrana verəcək. Və ya sonu bu hərflə bitən, sonu bu tekstlə bitən nə qədər tələbə var, hamısını ekrana ver. Yəni bu məqsədlərlə istifadə olunur və çox istifadə olunan bir şeylərdir bu arada proyektlər zamanı. Daha sonra replace var məsələn, buna da baxaq. Replace metodu görək bu nədir? Text.replace. Aha. Bu replace nədir? Bu deyir ki, Word olsun bu tərəfi. Bir də deyirəm ki, nə qoyaq bura? Məsələn, text qoyuram. Birinci növbədə onu deyim ki, bura qoyduğum dəyər mütləq şəkildə burada mövcud olmalıdır. Yəni mən deyirəm ki, bu tekstin daxilindəki Word-ü bununla əvəzlə. Hello World idi buradakı dəyər. Oldu hello text. Əslində bu replace metodu sadəcə belə işləməyin məntiqini bilirəm. Mən bunu heç vaxt istifadə eləməmişəm, yəni heç bir proyektdə. Amma demirəm ki, istifadə olmayan bir şeydir. Amma mən proyektlər zamanı bunu istifadə eləməmişəm. Bu belə. Hələ ki bunlar. Yəni uzun sözün qısası bu metodları əzbərə yadda saxlamağa ehtiyac yoxdur. Zamanla işlədikcə öyrənəcəksiniz. Deməli belə. Son olaraq uşaqlar string klası haqqında bir şey haqqında danışmaq istəyirəm. Biz string öyrənən zaman hamı deyir ki, string immutable'dır. Nədir bu immutable? Gəlin ona baxaq. Bir dənə string text yaradıram. Hello world. Tamam. Immutable odur ki, string klası dəyişilməzdir. Yəni bir string yaradan zaman biz onu yaratdıqsa, onu artıq dəyişə bilmərik. Yəni mən məsələn burada concat metodundan istifadə edirəm. Deyirəm ki, Java. Hello world Java. Cout text. Baxın, burada birləşdirməyə çalışdım. Amma təkcə burada nə çıxdı çapa? Hello world. Yəni bu Java ekrana çıxmadı. Yəni bu da o deməkdir ki, bir string yaradan zaman onun dəyərini dəyişə bilməzsən. Bir çoxlarına sual yarana bilər ki, yaxşı, bəs burada concat verəndə niyə bunu ekrana verir? Yəni burada Java yazan zaman niyə ekrana verir? Gəlin onu da deyim. Hello world Java. Yəni bunu yazmaqla burada yazmaq fərqli bir şeylərdir uşaqlar. Bu elə bil ki, bu text.concat yazıram bura. Bu. Birbaşa yəni belə bu yazı ilə hello world Java. Bununla eyni şeydir. Bunu bununla qarışdırmayın. Yəni burada sən sadəcə ekrana çapa bir yazı verirsən, burada amma dəyişdirməyə çalışırsan. Bununla ayrı şeylərdir. Ona görə qarışdırmaq olmaz. Yəni biz bir string yaradan zaman dedim ki, o nədir? Immutable'dır. Nədir bu immutable prosesi? Gəlin bunu yaddaş üzərindən baxaq. Deməli, məqalə üzərindən gedəcəm. Birinci növbədə biz bir string yaradan zaman Java'da dedik ki, heap yaddaş var. Onun daxilində string pool yaddaşı var. Gəlib string pool'a baxılır ki, bu stringin dəyəri burada mövcuddurmu? Əgər mövcuddursa, onda birbaşa burada dəyişən həmin dəyərə istinad edəcək. Yəni nə deməkdir bu? Mən məsələn bunu silirəm ümumiyyətlə bir dənə. Buraya yazıram string text2 olsun. Bu da hello world olsun. String text3 hello world. Aha. Nə deməkdir bunlar? Deməli. Yəni biz dedik ki, bir dənə qaydım bura. Məsələn mən burada 3 dənə fərqli tekst yaratdım. Düzdür? Text2, text3. Burada dedik ki,
Java-da string yaradan zaman onun dəyişənin adı saxlanılır stackdə, onun dəyəri saxlanılır string pool'da. Heap'in daxilindəki string pool'da. Yəni burada text qutusu yarandı, text 2 qutusu yarandı və text 3 qutular yarandı dəyişənlərin adlarını saxlamaq üçün. Amma bunların hamısının dəyəri eynidir deyə burada 3 dənə fərqli hello world yaranmır. Hamısının dəyəri eyni olduğu üçün hamısı eyni yerə baxa bilir. Çünki dəyərlər eynidir. Yəni Java-da məntiq elə qurulub ki, əgər dəyərlər eynidirsə, string pool'da fərqli obyektlər müraciət edə bilir. İndi immutable odur ki, yəni dedim ki, bir string yaradan zaman birinci növbədə o gəlir baxır string pool'a, o dəyər mövcuddursa orada artıq dəyişən ora baxacaq. Yaxşı, belə bir şey eləyək. Bir dənə yaradıram string text 4 bərabər text və ya text 1 text 2 hər hansı ola bilər. Text.concat. Məsələn, bu da olsun Java. Bu iki dənəsini ümumiyyətlə silirəm. İndi bu textdir, bu da text 4 olsun. Misal üçün, bir stringə yeni dəyər mənimsədən zaman avtomatik olaraq gəlir, baxır ki, görür ki, burada string pool'da elə bir dəyərlə sahib string yoxdur. Yeni qutuda, yeni Hello World Java adında bir qutu yaradılacaq. Qutunun daxilinə Hello World Java yazılacaq. Sonra da hansı obyekt ki istinad edir, hansı obyektə ki bərabər olub, həmin obyekt, həmin dəyişən ona istinad edəcək. Yaxşı, soruşsanız ki, bu Hello World-ün aqibəti necə olur? Əvvəlki dəyər nə olur? Yəni silinirmi, qalırmı orada? Xeyr, silinmir. Çünki mən ən əvvəldə dedim ki, bir string yaradan zaman o birinci növbədə string pool'a baxılır ki, bu dəyər burada mövcuddurmu? Mövcuddursa, okey. Yəni buradakı əvvəlki dəyərin aqibəti olur ki, o həmişəlik olaraq qalır string pool'da. Gözləyir ki, nə vaxtsa bir obyekt yaranacaq, həmin dəyərə bərabər olan, oraya istinad olunacaq. Bu da belə. İndi string pool'un, daha doğrusu stringin immutable olmasının bir sıra üstün cəhətləri də var, mənfi cəhətləri də var. Deməli, üstün cəhətlərindən biri təhlükəsizlik prosesidir. Əslində çox beyninizi qarışdırmaq istəmirəm. Deməli, bax düşünün ki, sizin username'iniz var, passwordunuz var. İstəyirsiniz ki, məsələn, sizin istifadəçi adınız və ya passwordunuz dəyişilə bilsin. Əlbəttə ki, yox. Bir string, deməli, bunu biz username və passwordu string data tipindən istifadə edib saxlaya bilərik ki, dəyişilə bilmir deyə performans cəhətdən, təhlükəsizlik cəhətdən yaxşıdır. İndi bir də string pool'un optimallaşdırılması, yəni yaddaşa qənaət. Biz dedik ki, burada misal üçün 1000 dənə text yaradılıb fərqli, amma dəyərləri eynidir. Burada 1000 dənə qutu yaratmaq əvəzinə, əgər hamısının dəyəri eynidirsə, yaddaşda əlavə olaraq qutular yaradılmır. Yəni fərqli dəyərlər, eyni dəyərə sahib fərqli qutular yaradılmır. Hamısı eyni yerə baxa bilir. Bu da yaddaşa qənaət edir. Burada thread safe olmağı, hash kod sabit qalır. Bu kimi məsələlər dərsimiz, sonraki dərslərimizin mövzularıdır. Vaxt dediyim kimi, yəni bu stack və heap yaddaş geniş bir mövzudur. Mən sadəcə yəni belə başlanğıc səviyyə izah etməyə çalışdım. Mənfi cəhətləri gərək məqaləyə baxaq görək nə yazmışıq. Hər dəfə dəyişiklik edəndə yeni obyekt yaranmağı, onu da göstərdim. Əvvəlki obyekt istifadə olunmasa belə yaddaşa yer tutur. Garbage kollektor misal üçün string pool'un daxilinə girə bilmir. Bu garbage kollektor da ayrı bir mövzudur. Belə. Hə, bir də ən sonda bir dənə bir şey göstərim. Deməli belə. Mən dərsin əvvəlində demişdim ki, bax, stringi bir belə yaratmaq olar. Bir də new string. Belə yaratmaq olar. Amma narahat olmayın, mən hələ indiyə qədər belə string yaratmamışam. Bunu sadəcə göstərirəm. Bu new string ilə yaradılan, bu formatda yaradılan string avtomatik olaraq harda saxlanılır? Heç heap pool'da yox ha. Heap'də saxlanılır birbaşa. Bunun text 3 olsun lap bu. Birbaşa harda saxlanılır? Heap yaddaşın daxilində. Yəni heap string pool'a belə girə bilmir. Bu da mənfi cəhəti nədir?
Yəni bu elə bil ki, ayrıca bir qutudur. Məsələn, mən buna dair tekst 3-dən başqa heç bir adam istinad eləyə bilməz. Bu ayrıca bir adamın da elə bil ki, elə düşünə bilərik. Məsələn, mən text 4 bərabər new string yaratsam, hello world. Baxın. Elə bil ki, bu da. Text 4 üçün də bunun yanında elə bil ki, ayrıca bir yerdə burada bir qutu yaranacaq. Burada da bir dənə dəyişən ID yaranacaq. Bu da buna istinadlı. Bu da olacaq bunun. Yəni new ilə ümumiyyətlə string yaradan zaman o birbaşa saxlanılır hip yaddaşda. Bu da oldu belə. Burada nə var? Görək nə yazmışam məqalədə. Bu məqaləni ümumiyyətlə oxumağı çox tövsiyə edirəm. Oxusanız buradan çox şeylər tapacaqsınız. Məsələn, text 1 yaratmışıq, text 2 yaratmışıq. Bunların dəyəri eynidir deyə bu birbaşa text 1 və text 2-ni yoxlayır. Görür ki, bərabərliyi ilə yoxlamışıq. Dəyəri eynidir, true. Text 1 və text 3 yoxlamışıq. Bu new ilə yaradılıb deyə bax birbaşa bu burada saxlanılıb. Bu amma text 3 burada saxlanılıb. Bunların referansları fərqlidir də, düzdürmü? False. Amma dəyərləri eynidir, nə olsun? Və text 2-ni text 3-dən saxlamışıq. Bunların da dəyərləri eyni olmasına baxmayaraq fərqli yerlərdə olduğu üçün false almışıq. Belə. Bugünkü dərsimiz bu qədər. Yəni əlimdən gələn qədər izah eləməyə çalışdım. Video haqqında şərhlər yazmağı unutmuruq. Videoya dəstək amacı ilə belə desək. Sağ olun, görüşənədək. Növbəti dərsdə inşallah görüşərik.